Onda biz evdə misal üçün deyim ki, bax mən bir valideynəm. Mən hələ ki övladlarımı kiçik olduqları üçün psixoloqa aparmamışam. Amma onlarda məni narahat edən məsələlər var. Misal üçün qızımda ilkin olaraq sözə tabe olmamaq, oğlumda isə sözə çox tabe olması məni narahat edir. Nə üçün burada belə bir balans pozulur və mən evdə olan bir valideyn kimi onların üzərində necə işləyə bilərəm? Bəlkə mənim sözüm ümumiyyətlə heç onlara keçməyəcək. Siz özünüzə eyni valideyn kimi baxırsınız, amma mən sizə eyni valideyn kimi baxmıram. Siz qızınızın doğulduğu dönəmdə başqa bir xanım idiniz, oğlunuzun doğulduğu dönəmdə başqa bir ana idiniz. Düzdür. Hər ikisinə psixoloji vəziyyətiniz, emosional vəziyyətiniz fərqli idi deyənə, fərqli emosiya ötürmüsünüz və uşaqlar fərqli olma ehtimalı çox yüksəkdir. Biz deyə bilmərik ki, eyni atanın, eyni ananın övladı %100 hamısı eyni olacaqdır. Onlar fərqli-fərqli yaşantıdaydılar. Anaların çoxsu birinci övladına göstərdiyi titizliyi ikinci övladına göstərmirlər. Harda gəldi, necə gəldi, uşaq böyüyür. Əslində qalanda emosional olaraq, bağ olaraq uşağı sevirlər, uşağı böyütməkdə yəni dəstək göstərirlər. Lakin birinci qədər həssas davranmırlar, obsessiv davranmırlar və təbii ki, biz o emosiyanı ötürmədiyimiz üçün uşaq elə bir özünə başqa bir yer tapır. Ya nənənin, babanın yanı, ya ikinci uşağımız, ya hər hansısa bir ona baxım verən digər, onu xoş eləyən, məsələn, ata onun hər istədiyini alır, ataya yan alır uşaq. Demək ki, ikincinin özgüvəni, birincinin özgüvəni kimi deyil. Niyə? Çünki ikinci uşaqlar çoxsu çarəsizlikdən nəsə qazanırlar. O birisində hər şey hazır gəlir. Sevən, dolu-dolu, ona titiz davranan ana var. Yəni birinci uşaqda. Ona görə biz deyə bilmərik ki, eyni atanın və ananın uşaqları hamısı birəbir eynidirlər. Onlar fərqli-fərqli dönəmlərində, fərqli evliliyin dönəmlərində dünyaya gəliblər. Hamısının psixologiyası ayrıdır. Ayrıdır. Bir də məni çox narahat edən bir məsələ var. Misal üçün görürük indi ki, məktəbdə mən oğlanlar üzərindən danışacağam. Oğlan uşaqları elələri var ki, çox belə necə deyim, çox aqressivdilər, çox belə dalaşqandılar, o dəqiqə atılırlar, çox aktivdilər. Həm də aktivlik də burada müşahidə olunur. Amma baxırsan bəzi uşaqlar da var ki, misal üçün çox mədənidirlər. Uşaq da olsa çox mədənidir. Məsələn, mənim oğlum çox mədənidir. Özünü hər yerə ortaya atmaz. Amma onun xətrinə dəyiblərsə, çalışana qədər davaya getməz, danışığa gedər. Davaya ikinci mərhələdə keçər. Əslində mənə görə bu normaldır, amma cəmiyyətdə baxıram ki, bəzi yerlərdə də normal deyil. Bununla necə başa çıxa bilərəm ki, mən uşağımı indidəndən qoruya bilim? Kömək eləyim, özünü qorusun. Çünki mən ondan əgər həmişə oğlan olmayacağam. uşağıdırsa, yəni oğlan biz deyirik və bu oğlanın kişilik xüsusiyyətləri onda formalaşmalıdırsa, biz buna demirik aqressiya, vursun, sındırsın, dağıtsın, digər uşaqlar kimi hərəkətli olsun. Yox. Sadəcə oğlana aid olan problemi çözmə yöntəmi uşaqda olsun. Xanımlardan daha tez kişilər problemi çözə bilirlər, daha tez özünü ön plana ata bilirlər və bir prosesdən baş edə bilirlər. Onu görə bilirlər, öncədən analiz ediblər, tez öhdəsindən gələ bilirlər. Bu prosesləri biz övladımıza aşılamalıyıq ki, onda kişilik xüsusiyyətləri formalaşsın. Onsuz da biz 9-10 yaşa qədər hormonlardan söz gedə bilməz. Testosteron hormonu salgılananda onda kişilik xüsusiyyətləri, biraz da özgüvən, ego qatdıqmı tam-tamına gəlir üstünə. Amma elə uşaqlar var ki, xarakteristik xüsusiyyətlər siz deməli mədənidir, siz onu mədəni böyütmüsünüz, hörmət eləyən qadına, qıza qarşı, müəlliməsinə, böyüklərə qarşı hörmət eləyən öyrətmisiniz və o uşaqda digər xüsusiyyətlər geri planda qalır. Testosteron gəlir, yeniyetməlik gəldi. Uşaqda da bir yandan mədənilik var və özündə çelişki yaşayır. Bu məndə necə baş verir? Mən necə beləncə hər bir şeyə dürtüsel olaraq cavab verə bilirəm? Mən necə belə tələsə bilirəm? Və uşaq öz başında bunu ayırd eləyə bilmir. Narahatçılıq oradan yaranır yeniyetməlikdə. Neyiniyir? Həmin yeniyetmə qapanır içə. Qapını bağlayır, məni tək buraxın. Hər dəfəsində tək qalır və özünə gələcəkdə öz problemini həll edə biləcək başqa bir dominant şəxsiyyət axtarıb tapır. Ondan asılı vəziyyətə düşür.